İnnel hamdalillah ve salatu ve selamu ala Resulillah ve sahbihi ecmaîn amma ba'du. Deməli, ismi mövsullardan 95-ci beytdə qalmışıq. Və mislu məzə bə'də məstifham əv mən izə ləm tulğa fil el-kəlami. Deməli, burada zə mübtədadır. Mislu xəbər. Mədə müdafiə etdim. Deməli, burada gətirir ki, zə, yəni mə kimidir. Yəni mə mislindədir. Nədən sonra? Yəni əlləzi mislindədir. Yəni bu tutaq ki, məzə deyirsən də, məzə. Oradakı zə nə zəsidir? Deyir, sanki əlləzi kimidir. Bə'də mə istifhamin. O istifham məsi ki var, bunu belə mötəziyə ala bilərik. İstifham məsindən sonra gələn bu zə nə kimidir? Əlləzi kimidir? Əv mən. Və yaxud da ki, mən. Sual ismi ki var, yəni mənzə. İzə ləm tulğa fil kələm. O zaman ki, yəni burada şərt var da, o zaman ki, izə məvsul olması üçün, yəni şərt var da, cümlədə həmin bu zə tulğa zəyə qayıdır. Həmin bu zə, yəni zəydə deyilsə, yəni ləğv olunmubsa, onun zəliyi, əlləziliyi ləğv olunmubsa. Deməli, iki şərt var da, mövsul olması üçün. Bir, mə və məndən sonra gəlsin bu zə. İkinci də, sözdə, yəni öz zəydə kimi olmasın. Öz funksiyası aradan qalxmasın. Sanki bu mənlə bir yerdə işləyəndə, yəni istifadə olunanda məzə sanki bir kəlam kimi olmasın, bir ləfz kimi olmasın. Mənzə, mədə, aydındır. Bu cür olmasa, onda zə əlləzi mənasındadır. Yaxşı, deməli deyir ki, yəni ənə zə uxtisət min beyni səyil əsməl işarə bəənnəhə tüstəməli məvsulətən. Deməli deyir, mövsul kimi istifadə olunmasıyla seçilmişdir, xas olmuşdur digər mövsullalar kimi, yəni zə. Və təkunu mislə mə fi ənəhə tüstəməli bil-ləfsil vahid. Və mə kimi, yəni əlləzinin o mə növü ki var idi, onun kimi deyir, o eyni ləfzdə işlənir. Nə deməkdir eyni ləfz? Yəni müzəkkərdə də, müənnəsdə də dəyişilmir. Necə ki, məni biz mufrad, müzəkkər, mufrad müənnəsdə, sonra burada gətirir, mufraddan kənə əv müsənnə əv məcmuən, istər yəni kişi cinsinin, qadın cinsinin müsənnəsi olsun, istər kişi cinsinin, qadın cinsinin məcmusu olsun, cəmi olsun, mə dəyişmədiyi kimi bu zə də dəyişmir. Yəni bir ləfzlə ifadə olunur. Fətəqul, misal üçün deyirsən ki, mən zə indək, yəni mən ləzi indək. Və yaxud da və mə zə indək, yəni mə əlləzi indək. Səvaun kənə mə indəhu mufradan, müzəkkərən əv nə qayrə. Yəni fərq eləməz ki, mufrad müzəkkər olsun və yaxud da qeyrisi olsun. Və şartu isti'malihə mevsulətən, yəni mevsulətən ən təkuna məsbuqətən bi mə əv mən istifhamiyyəteyni. Yəni şərt odur ki, bunlardan öncə, zədən öncə, yəni bunlar istifadə olunsun, gəlsin. Yəni mə və yaxud da mən istifhamiyyə. Misal üçün, mən
zə cəəkə. Yəni mən əlləzi cəəkə. Mən burada deyək ki, mübtədadır. Ha? Bu da zə burada xəbəridir. Yəni kim əlləzi hansı ki neyniyib sənin yanına gəlibdir. Və həmçinin məzə fəaltə. Mə burada mübtəda, zə isə xəbərdir. Yəni mə əlləzi fəaltə. Kim yəni nədir sənin etdiyin? Etdiyin nədir? Mən ismu istifham və huwa mübtəda. Və zə mevsula biməna əlləzi və huwa xəbəru mən. Və cəəkə sılətul mevsulə. Aydındır. Və təqdir mən əlləzi cəəkə. Və kəzəlikə mə mübtəda və zə mevsula biməna əlləzi və huwa xəbəru mə. Və huwa xəbəru mə. Və fəaltə sılətuhu. Vəl aid dedik ki, damir aid olmalıdır da. Ha? Yəni əlləziyə qaydan damir olmalıdır. Vəl aid məhsufun. Düşüb. Sanki cümlə belə olmalıydı. Təqdiruhu məzə fəaltuhu. Ey mə əlləzi fəaltəhu. Məzə fəaltəhu. Fəaltuhu yox, fəaltəhu. Ey mə əlləzi fəaltəhu. Yəni bu cür olmalıdır. Sonra gətirir ki, və ihtərazı bi qavlihi, yəni idə ləm tulğa fil kələm, bu sözü ilə nədir? Kənarlaşdırdı, istisna etdi, çıxartdı, kənara qoydu. Nəyi? Min ən təcələ mə'əzə əv mən mə'əzə kəlmətən vahidətən lil istifham. Hansı ki ifadəni o zənin mənlə bir yerdə istifadə olunaraq və yaxud da ki zənin mənlə bir istifadə olunaraq sanki bir kəlmə kimi sual cümləsi üçün istifadə olunan ifadəni buradan kənarlaşdırdı, qırağa qoydu. Yəni istisna etdi. Nəhvə məzə indək. Eyyü şey indək. Burada artıq zə əlləzi deyil. Və kəzəlikə mən zə indək. Fəməzə burada artıq məzənin özü birbaşa mübtədadır. Və indək onun nədir? Xəbəridir. Və kəzəlikə mənzə mübtəda və indək xəbər. Eyni ilə mənzədir mübtəda, indək xəbər. Fəzə fi hədəynil mövduayni mulğat. Bu zə, bu iki yerdə də, hər ikisində də nədir? Əlləzi hökmü ləğv olunmuşdur. Artıq yəni əlləzi deyil. Lənnəhə cüz'ul kəlmətin. Artıq bu kəlmənin bir cüzüdür. Lənnə məcmua ismu istifham. Çünki ikisi bir yerdə ismu istifham sayılır. Hamısı bir yerdə. İkisi bir yerdə ismu istifham sayılır. İstəsək, misal üçün, bunu Şeyx İbn Hüseyin Rəhməllahın şərhinə baxaq. Burada deyir ki, yəni Əlfiyyən şərhində İbn Hüseyin Rəhməllah buyurur səhifə 308. 308. Və şeyx deyir ki, bunu yaxşı necə bilmək olar? Bu məzə, yəni zə əlləzidir, yoxsa yox. Deyir, lakin məl-ləzi yədulluna alə ənəhə kənət mulğat əv ənəhə ismu mevsulə. Yəni mulğatdır, ləğv olunub, yəni bir kəlmə kimidir, yoxsa həqiqətən o ismi mevsuldur. Ki bizə yəni bu şeyi yədulluna göstərən şey nədir, yer nədir, məqam nədir? Nəqul deyirik ki, yədulluna alə zəlikəl cavab. Cavabdan bilmək olar. Bizə bu şeyi cavab göstərəcək, cavab dəlalət edəcək ki, bu əlləzidir, yoxsa mulğatdır. Misal üçün, fəmən ismu istifham və mə ismu istifham. Hə? Vəl cavab huvəl-ləzi yədulluna alə ənə zə ismu mevsul əv ənə zə mulğatun. Və linənzur, gəlin deyir, fi ayəti minəl Qur'an fiyhə qiraətəni, gəlin deyir, Quranda iki qiraətlə bu məsələyə baxaq. Və hiyə qovluhu teala və yəsəlunəkə məzə yunfiqunə, səndən deyir, soruşurlar ki, məzə yunfiqunə, nəyi infaq etsinlər, nəyi infaq etməyi səndən soruşurlar. Yəni, necə sədəqə versinlər.
Kul el-affu. De ki, afvu. Baxın, raf halında gətirdi. De ki, yəni artıq qalanı. Yəni özvə xərclədin, zərurətləri ödədin, artıq qalanı. Bir rafhi. Af sözü deyir, raf halındadır. Raf halında. Vel qiraətü thaniyə, ikinci qiraətlə oxunsa, bildiyimiz kimi Quran yəni 10 qiraətlə Allah Teala göndərib. Və yəsəlunəkə məzə yunfiqunə qulil afva. Qul afva. Nasbda. Bir nasbil af. Af sözü nasbda gəlir. Və alə eyyil qiraətini kənət mulğat. Yaxşı, indi deyir, bu iki qiraətdən deyir, hansında deyir, mulğatdır. Yəni, zə, əlləzi deyil. Və alə eyyil qiraətini kənət mevsulətən. Bəs bu iki qiraətdən hansında mevsuladır? Əl-cavab. Aləl qiraətin nasb təkunu mulğat. Əgər qul əfva kimi qiraətlə oxusaq, onda mulğatdır. Yəni, əlləzi deyil. Lənnə məzə, çünki məzə məfhulül müqaddamun lil yunfiqunə. Onda, yəni nasbla desək, o məfhuldur, müqaddamdır, yunfiqiyə görə önə keçib. Və məzə kəlmətun vahidədir. Bu məzədə kəlmətun vahidədir. Əv mə ismu istifhamdır. Zə mulğatun. Belə də deyə bilərik. Yəni mə ismu istifhamdır, zə də mulğatdır. Bəzən zəidə də deyirlər. Yunfiquna fi'lul mudarin yahtac ilə məf'ul. Yunfiquna da mudari fi'lidir. Məf'ula ehtiyacı var. Ha? Və lem ya'khuz məf'ulahu feyakun məf'uluhu el-istifhama. Mədə? Və o da hansı ki burada məf'ulu yoxdursa, deməli onun məf'ulu nə olacaq? Məzə. Aydındır ki, ayədə yəni yəsəlunəkə baxın məzə yunfiqunə. Hə? Sanki belədir də. Yunfiqunə məzə. Nəyi onlar infaq etsinlər? Məzəni yerinə sən affa desən, nasbda gətirsən. Deməli, sən demə məzə fi məhəlli nasb imiş. Məzə fi məhəlli nasb imiş. Hə? Məful müqaddam. Bunun da məfulu nəymiş? Yunfiqunə. Niyə? Sən affa dedin. Affa dedin. Yox indi. Burada indi Şeyx davamda deyir ki və iz quriət əl-afvu əgər affu kimi oxunsa bir raf halında sara təqdimul kələm onda belə bir olacaq. Bu cümlə belə olacaq. Mə əlləzi yunfiqunəhu. Mə əlləzi yunfiqunəhu. Fəzarət mə mübtəda deyirik. Vəlləzi ismi mevsulə xəbərdir və cümlətü yunfiqunə silətil mevsulə olacaq. Affu nə olacaq? Xəbərən lil mübtədə məhzuf. Yəni cavabda sanki huva düşüb də, o düşmüş mübtədanın xəbəri olacaq. Təqdirdə nə olacaq? Əlləzinə yunfiqunəl affu. Əlləzinə yunfiqunəl affu. Belə də deyə bilərsən. Af nədir burada? Xəbər. Əlləzinə yunfiqunə mübtədası, düşmüş mübtəda. Və yaxud da ki, huva əl-affu. O düşmüş mübtədaya huva da deyə bilərsən. Yəni istəsən niyyətində təqdirdə huva nəzərdə tut, istəsən əlləzinə yunfiqunə nəzərdə tut. Bax bu cavabla zədir, yəni həzədir yoxsa əlləzidir kimi bunu bilmək olur. Şeyx burada gətirir başqa ki, kəzəlikə əydən fil bədl. Bədəldə də bu cürdür. Təqulu məzə tunfiqu əzəhəbən əv fiddatan. Zəhəb yəni qızıl. Fəzə hunə mulğatun. Yəni zə burada yəni zəidədir. Lənnə məzə məfhulun müqaddamun tunfiq. Və izə qultə məzə tunfiqu əzəhəbən əv fidda fəzə hunə mevsulətun. Əgər belənçə olsa, yəni məlləzi tunfiquhu. Əlləzi tunfiquhu zəhəbun əv fiddatun. İzən min əlaməti zə əlləti təkunu mulğat əv qeyri mulğatın cavab və bədəl kəmə səbəb.
Yəni cavabdan yaxud da bədəldən biz yəni biləcəyik. Sonra İbn Hüseyin rahmetullah başqa bir misalda göstərir məsələni. Və yetəayyənu el-ilğau izə ətə bə'daha ismun mevsul. Hə? Yəni ilğa bir də nə ilə təyin oluna bilir? Əgər ondan sonra, misal üçün məzədən sonra və yaxud da mənzədən sonra yenə əlləzi gəlirsə, yəni birbaşa əlləzinin özü açıq-aydın gəlirsə, bunda da həmçinin izə deyirəm, zə nədir? Sanki zəydədir. وإذا ألغيت فإنها لا تكون اسما موصولا لأنها سوف تكون تابعا ما أو من تجعل الكلمتين كلمة واحدة استفهامية yani yeni bir kelime olacak. Kema fi kavlu Teala men zellezî yeşfe'u indehu illa bi izni. Deməli, əgər ulğiyat olduqdan sonra o artıq la tekun ismi mevsul olacaq. Lənəha sevfe tekunu tabi'an lima. Çünki ondan sonra məyə tabi olan bir kəlmə gəlib və o ikisi bir yerdə bunu dedik. Yəni məzə bir kəlmətün vahidətin ismiyyə, ismə aid olan bir kəlmə kimi olacaq və Allah Subhanahu taala bu ayəsindəki kimi mən zəllədir. İndi burada nədir? Fəhunə təcəlu mən və zə kəlmətən vahidətən. Bunu bir mənzəni bir kəlmə kimi götürür. Li'annəkə ləv cəaldəhə bimə'nə əlləzi, əgər sən onu əlləzi kimi gətirsən, qultə sanki belə deyəcəksən. Mən əlləzi yeşfəğu. Sanki bu cür demiş olursan. Ləkənəl kələm rəkikən. Bu kəlmə də necə rəkik adlanır. Deməli, dəyərsiz bir kəlmə sayılacaq. Yəni bəlağətdən kənar bir kəlmə olacaq. Və alə zəlikə təkunu mənzə kulluha ismu istifham. Ona görə də bu mənzə ikisi bir yerdə ismu istifham nədir? Sayılacaq. Və bə'duhum yəqulu mən ismu istifham zə mulğatun leysə ləhə irab. Bəziləri də deyirlər ki, mən burada ismu istifhamda zə isə nədir? Onun irabı yoxdur. Nə üçün demək istəyir? Yəni bəzi alimlər deyib ki, mən zə ikisi bir yerdə ismu istifhamdır. Bəziləri deyirlər ki, yox. Mən ismu istifhamdır. Zə isə leysə ləhə məhəllə minəl irabdır. Və leysə ləhə məhəllun irab cəhətdən onun bir məhəlli yoxdur. Və hədə zəhru kələm İbn Məlik rahmehullah. Və İbn Məlik rahmehullah da bu beytdə gətirdi ki, İzə ləm tulğa fil kələm sözündən də zahir bunu yəni zahirən belə görünür. Və gördüyümüz kimi qardaşlar bu istəsəz yəni Şeyx İbn Süleyman rahmehullahın da PDF-ini yükləyə bilərsiniz internetdən əlavə olaraq yəni istifadə etmək üçün. Ümumiyyətlə bəzən sual verirlər ki, bu keçilən dərslərin videoları hansı kanalda yoxdur, yükləyə bilmirik. Bu asan bir şeydir. Yəni Google ilə yazırsınız. Misal üçün şərh İbn Məlik. Orada bütün PDF-lər çıxacaq və normal PDF-ləri yükləmək olur. Yəni istənilən bizim bu YouTube-dakı dərslərimizin yəni kitabın şəkli də zaten bu videonun üzərində yerləşdirilir. Yəni yazın, yəni istənilən PDF-in mətbəəni yəni yükləyə bilərsiniz. Yəni bu inşallah asan bir şeydir. Yaxşı, sonra gəlir Sülətül Mövsulə. Deməli, sonra gəlir Sülətül Mövsulə. İnşallah bunu gələn dəfə götürərik. Cəzakumullah xeyran. Subhanəkallahumma bihamdik. Əşhədu ən la ilahə illə əntə əstəğfiruka və etûbü ileyk.